Xidmətlərin necə tənzimlənməli olduğu, bahalaşmanın səbəbləri və mövcud problemlər mövzusunda bugün növbəti iclas keçirildi. Hökumətin Koordinasiya Komissiyası istehsalçılarla görüşdü. Müzakirə təxminən 2 saat davam etdi. Məlumdur ki, ərzaqla yanaşı Hökumət Komissiyası dərman və yanacaq bazarını da araşdırmağı planlaşdırır. Hökumət administrasiyasında keçirilən görüşdən sonra istehsalçıların bildirdiyinə görə yüksək qiymətlər şəbəkə marketlərinin tətbiq etdiyi yüksək tariflə bağlıdır. Onların sözlərinə əsasən ölkədə qiymətlərin endirilməsi və tənzimlənməsi mümkündür. Bunun üçün konkret qərarların qəbulu vacibdir. Ərzaq məhsullarının yüksək qiymətləri ilə bağlı parlamentdə də komissiyanın yaradılması planlaşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının ölüm səbəbi nə olub? İstintaq Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başlanıb ki, bu da intihara çatdırmanı nəzərdə tutur. Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi məlumatına əsasən Antikorrupsiya Agentliyinin əməkdaşı odlu silah yarası ilə öz avtomobilində ölü tapılıb. Hadisənin detalları araşdırılır. Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb. Əməkdaşımız Simon Skagadzın vəfatı ilə bağlı bir daha dərin hüznümüzü bildiririk və onun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı veririk. Onun ölümü bizim üçün böyük faciə və itkidir. Simon Skagadze 2015-ci ildən xidmətimizdə çalışırdı və işinə sədaqəti və yüksək peşəkarlığı ilə seçilən təcrübəli əməkdaş idi. Ağır faktla bağlı bəzi şəxslər tərəfindən spekulativ bəyanatlar yayılır ki, bu da məhrumun ailəsinin, dostlarının və həmkarlarının ağrısını daha da artırır. Qurum ictimaiyyəti manipulativ bəyanatlardan çəkinməyə və məhrumun xatirəsinə hörmət etməyə çağırır. Ukraynada ağırlaşdırıcı şəraitdə törədilmiş 2 nəfərin qətlinə görə polis 2 nəfəri saxlayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilənlərdən biri digər şəxslə birlikdə cari ilin 24 yanvarında odlu silahdan bir neçə atəş açaraq 1980 və 1985-ci illərdə anadan olmuş şəxslərə ölümcül xəsarətlər yetirib. Daha sonra hər iki şəxs hadisə yerindən qaçıb. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə nəzərdə tutur. Müxalifətin hansı planları var və hansı birləşmə imkanları müzakirə olunur? Hakim komandanın bəzi oponentləri birlik zərurətindən fəal şəkildə danışsalar da bunun hansı formada olacağı və kimlərin birliyə daxil ediləcəyi məlum deyil. Qaxarya komandasında bildirirlər ki, bu cür alyanslar hakimiyyətə qarşı effektiv addım deyil. Gürcü arzusunda isə hesab edirlər ki, indiyə qədər olduğu kimi bütün cəhdlər uğursuz olacaq. Sözdə sabotaj işi üzrə məhkəmədə Georgi Vaşadzəyə qarşı həbs qəti imkan tədbirinin seçilməsi müzakirə olunur. Prokurorluq onun barəsində girov tələb edir. Mikhail Saakashviliyə, Georgi Vaşadzəyə, Nika Qvaramyaya, Nika Milyaya, Zurab Caparidzəyə, Elena Xoşdaryaya, Mamuka Xazaradzəyə və Badri Caparidzəyə yeni ittihamlar irəli sürülüb. Zurab Girşi Caparidzəyə və Georgi Vaşadzəyə Cinayət Məcəlləsinin 318 və 319-cu maddələri ilə ittiham irəli sürülüb. Bu da sabotaj və xarici dövlətin düşmən fəaliyyətinə yardım deməkdir. Elena Xoşdaryaya 318, 319 və 321 prim maddələri ilə ittiham irəli sürülüb. Nika Qvaramyaya, Nika Milyaya, Mamuka Xazaradzəyə və Badri Caparidzəyə 318-ci maddə ilə ittiham irəli sürülüb. Lüksemburqun Xarici İşlər Naziri Xavier Bettelin sözlərinə əsasən o Gürcü həmkarı ilə danışıb və belə bir müzakirənin vacib olduğunu düşünür. Bettel bunu Avropa İttifaqının Ümumi İşlər Şurasının iclasından əvvəl bildirib. Onun sözlərinə əsasən Gürcülər nə etməli olduqlarını dəqiq bilirlər. Qaydalar və Kopenhagen meyarları mövcuddur və onlar yerinə yetirilməlidir. Kiprin Avropa məsələləri üzrə nazir müavini Marilena Rauna isə bildirib ki, Gürcüstanın Avropa perspektivinin qoruması vacibdir. Futbolçu Merab Megrelidzenin memorialı Kutaisidə açılıb. Toplaşanlar bir daha tanınmış futbolçunu xatırlayıblar. Paralel olaraq mini stadionda onun adını daşıyan turnir keçirilib. Bugün Merab Megrelidze 70 yaşını qeyd edəcəkdir.